İran ordusu indiyə qədər Amerika Birləşmiş Ştatları və İsrailin 146 PUA-sını vurduğunu açıqlayıb. Bu barədə İran ordusunun İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb. İsraildə isə son sutka ərzində İran və Hizbullahın hücumlarında 121 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib. Beləliklə fevralın 28-də müharibə başlayandan bəri İsrailə hücumlarda xəsarət alanların sayı 6131 nəfərə çatıb. Beləliklə yaxın şərqdə baş verənləri müzakirə edəcəyik. Müsahibimiz siyasi şərhçi Əhməd Şahidovdur. Salam Əhməd müəllim, xoş gördük sizi. Xoş gördük, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Əhməd müəllim, əslində bu yaxın şərqdə baş verən proseslərin detallarını biz indi verilişimiz boyunca belə deyək ki, toxunacağıq detallarına. Amma ümumiyyətlə indiki məqamda istəyərdim ki, toxunaq ki, əslində ümumi baxsaq prosesləri indiki mərhələdə necə qiymətləndirmək olar? Ümumiyyətlə müharibə artıq 32-ci gündür ki, davam eləyir və ilk günlərdəki açıqlanan hədəflərdən tamamən fərqlidir bugün. İlk günlərdə düşünülürdü ki, bir həftə ərzində İran, xüsusən də ali dini lider Xameynin öldürülməsindən sonra İran kapitulyasiya aktına imza atacaq və ya İranda parçalanma olacaq, etnik qruplar arasında İrana artıq nəzarət həyata keçirilə bilər. Görünən odur ki, Xamneynin ölümü əksinə İran daxili bir həmrəyliyə, birliyə gətirib çıxardı və bütün bu hava zərbələrinə, ardıcıl hava zərbələrinə baxmayaraq İran asimetrik şəkildə müqavimət göstərir və hətta Pentagonda da, ABŞ-da da, hətta Tel-Əvivdə də təəccüblə qarşılayırlar. İranın bu qədər raket, ballistik raket arsenalı, dron arsenalı ola bilərdimi ki, yəni bu düzgün hesablanmayıb və görünən odur ki, uzun müddətli müharibə planlaşdırılmırdı ABŞ tərəfindən. Buna görə prezident Donald Trump bir qədər çıxılmaz vəziyyətdədir. Bu əməliyyatlara başlanılıbsa, bu yekunlaşmalıdır, amma necə yekunlaşmalıdır? Artıq İranın parçalanması, rejim dəyişikliyi, bu kimi məsələlər ikinci, üçüncü plana keçirilib. Bütün diqqət Hörmüz boğazının açılmasına əsas İrana aid strateji adalar var. Xüsusən də Əbu Musa, Böyük Tum, Kiçik Tum adaları var ki, o xüsusən də Hörmüz boğazına təhlükəsiz keçidə nəzarət üçün strateji əhəmiyyətə malikdir. Daha sonra Harp adası var ki, bu İranın belə deyək, neft sənayesinin ürəyi adlanır. Bütün o neft məhsullarının hardasa 80% adada yerləşir. Oradan yüklənir gəmilərə, dünya bazarlarına çıxır və artıq 32-ci gündür ki, bu müharibə davam edir. Bunun təqribən 20 gündür ki, Hörmüz boğazı bağlıdır. Artıq dünya iqtisadiyyatında dözülməz bir vəziyyətdir və bugünkü şərtlərdə Vaşinqtonun əsas məqsədi bir mənalı şəkildə qısa bir müddətdə Hörmüz boğazının açılması, bunun üçün həmin o strateji adaların nəzarətə götürülməsi ki, bu da quru əməliyyatlarının labüdüdür. Bugün bütün ABŞ ordusu öz potensialını yaxın şərqə toplayıb və gözlənilir ki, yaxın günlərdə təqribən ayın 6-sına kimi vaxt verilib, aprelin 6-sına kimi Donald Trump İrana vaxt verib ki, ölümcül zərbələri, quru əməliyyatlarını başlamağa ki, əgər İran Hörmüz boğazını açmasa, quru əməliyyatları qaçılmaz olacaq. Amma qəribəsi bundan ibarətdir ki, quru əməliyyatlarına başlamaq ABŞ üçün də çox kritik bir dönəm deməkdir. Çünki İsrail ordusu hər nə qədər hava hücumlarında, kəşfiyyat fəaliyyətində təcrübəli olsa da, quru əməliyyatlarında elə də bir böyük təcrübəyə sahib deyil. Fələstində, Qəzza zolağında mülki insanları öldürmək heç də peşəkarlıq sayılmır, quru əməliyyatları sayılmır. Burada artıq 90 milyonluq bir ölkədə, xüsusən də mürəkkəb strateji relyefə sahib, böyük əraziyə malik İran İslam Respublikasına qarşı quru əməliyyatlarında artıq peşəkar ordu lazımdır ki, ABŞ-ın Delta Force kimi, dəniz piyadaları kimi xüsusi təyinatlıları burada əsas rol oynayacaq. Hətta ötən gün İsrail siyasətçiləri belə bir fikir bildirdi ki, quru əməliyyatlarında İsrail ancaq havadan zərbələrlə dəstək göstərə bilər. Heç bir halda İsrail ordusu quru əməliyyatlarında iştirak etməyəcək. Görünən odur ki, ABŞ ordusu tək başına iştirak edəcək. Hətta bir neçə dəfə NATO üzvlərindən bununla bağlı mesaj göndərilsə də, NATO üzvləri bu müharibədə heç bir halda ABŞ-ı dəstəkləmir. Çünki bu NATO'nun 5-ci şərtinin vacibliyini ortaya qoymur. Müharibə başqa bir ərazidədir. Bu baxımdan ABŞ üçün, xüsusən də prezident Donald Trump üçün çətin bir dönəm başlayır. Müharibəni
bugünkü şərtlərdə saxlamaq, ya atəşkəs elan eləmək, ya hərbi əməliyyatları saxlamaq, bu ümumən ABŞ-ın dünyadakı imicinə ciddi bir zərər gələcək. Çünki məqsədlərə nail olunmuyor. Hər nə qədər İran zəiflədilsə də, dini lideri, generaliteti, strateji obyektləri sıradan çıxarılsa da, hələ ki İran məğlub olmuyor. Faktiki olaraq müqavimət davam edir və bugünkü şərtlərdə müharibə dayandırılsa və atəşkəs elan olursa, bu faktiki olaraq İran özünü qalib kimi elan edəcək. Hər nə qədər ziyan görsə də, faktiki olaraq özünü qalib elan edəcək və Hörmüz boğazına nəzarəti bundan sonra artıq legallaşdıracaq. Bugünə qədər Hörmüz boğazı açıq idisə də, İran bu boğazın bağlanması ilə bağlı xəbərdarlıqlar edirdi, təzyiq göstərirdi. Artıq boğaz bağlıdır və artıq İrandan yeni açıqlamalar gəlir. Hörmüz boğazına bir mənalı şəkildə nəzarəti İran həyata keçirəcək. Bundan sonra həmin boğazdan keçəcək hər bir gəmi üçün 2 milyon ABŞ dolları məbləğində rüsum alınacaq. İlk günlərdə dedilər bu Çin yuanı ilə alınacaq. İndi İran pulu ilə alınması tələb olunur. Bunu da hətta əsaslandırırlar. Dünyada belə bir praktika var. Süveyş kanalından, Panama kanalından, Türkiyədə İstanbul boğazından gəmilər keçirsə, rüsum ödəyirsə, nəyə görə Hörmüz boğazından keçəndə İran rüsum almasın? İran buna nail ola biləcək ümumiyyətlə? Bu çox önəmli və kritik məsələdir. Əgər İran bugünkü şərtlərdə Hörmüz boğazına nəzarəti öz tərəfində saxlasa, burada artıq təkcə bölgədə deyil, dünyada güc balansı dəyişir. Artıq ABŞ-ın dünya liderliyi mifi dağılmış olur. Çünki Körfəz ölkələri son 35-40 il idi ki, ABŞ-a milyardlarla, trilyardlarla dollar vəsait ödəyirdilər və düşünürdülər ki, onların təhlükəsizliyini öz ərazilərində yerləşdirdikləri ABŞ hərbi bazaları qoruyur. Amma faktiki olaraq İranın ballistik raket hücumları və dron hücumları zamanı məlum oldu ki, nəinki həmin ölkələr qoruna bilmir, hətta hərbi bazalar belə, ABŞ hərbi bazaları belə asanlıqla hədəfə çevrilə bilir İran tərəfindən. Belə olan halda Körfəz ölkələri hələ ki, yenə də ABŞ-ın müdafiəsinə, köməyinə ümid bəsləyirlər. Hətta bu bəzi Körfəz ölkələri, xüsusən də Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, onlar ABŞ-ın İrana qarşı əməliyyatlarını dəstəkləyirlər. Bunun maddi xərclərini də çəkməyə hazırdılar. Hətta öz ərazilərindən İrana quru əməliyyatları başlayarsa dəstək verməyə də hazır olduqlarını bildiriblər. Qətərdən başqa digər Körfəz ölkələri bunu bildiriblər. Amma əgər İran məğlub edilməsə, tam şəkildə məğlub edilməsə və Hörmüz boğazının açılması təmin edilməsə, bu artıq İranın faktiki olaraq qalib olduğunu göstərəcək və Tehran bundan sonra Körfəz bölgəsində, hətta bizim bölgəmizdə, Cənubi Qafqazda öz xarici siyasət ritorikasını bir qədər sərtləşdirəcək. Artıq İran bildirəcək ki, bəli, Hörmüz boğazına nəzarəti mən həyata keçirirəm. Artıq Körfəz ölkələri ki, neftlə, qazla zəngin ölkələrdə onların iqtisadiyyatı bu enerji məhsullarının ixracı hesabınadır ki, bu neft və qaz məhsulları da Hörmüz boğazından keçməlidir. Onlar okeanın o tayındakı Amerika Birləşmiş Ştatları ilə danışmaqdansa, elə suyun o tərəfindəki İranla razılaşıb anlaşmağa məcbur olacaqlar ki, bu artıq İranın həm dünyadakı qlobal siyasi gücünü artırmış olacaq, həm iqtisadi dividendlər əldə edəcək. Uzun illərdir ki, sanksiya altındadır İran. Artıq hər gəminin keçidindən elə 2 milyon ABŞ dolları qazanacaqsa, bu hər il İran büdcəsinə milyardlarla dollar vəsaitin axını deməkdir. Həm də dünya geosiyasi arenasında gücünü artırmış olacaq. Körfəz ölkələrinə öz şərtlərini diktə eləyəcək. Bölgənin digər ölkələrinə, Cənubi Qafqazda yeni reallıq ortaya qoyacaq və bu həm də ABŞ iqtisadiyyatı üçün ciddi bir zərbədir. Təsəvvür edin ki, 32 gündür müharibə başlayıb. Mən Amerikadakı dostlarımla da əlaqə saxlayıram. Artıq bir qalon benzinin, yəni hardasa 3 litrlik benzinin qiyməti 2,8 dollardan 4,2 dollara qalxıb. Yəni 1,4 dollar, təqribən 2 manat 10 qəpik benzinin qiyməti ABŞ-da artıb ki, bu artıq daxili auditoriya, Amerika cəmiyyətində narazıçılıqlar deməkdir. Xüsusən də demokratların hakim olduğu ştatlarda, Kaliforniyada, digər ştatlarda Donald Trump əleyhinə aksiyalar var. King Trump, Kral Trump deyə istefa verilməsi tələb olunan şüarlar səsləndirilir. Bu Amerika cəmiyyətində də xüsusən də aralıq seçkilər keçirilir. Bu respublikaçıların ciddi şəkildə səs itirməsinə gətirir.
gətirib çıxarır. Çünki Amerikanlılar ilkin mərhələdə hər nə qədər İsraili dəstəkləsələr də, onların strateji müttəfiqi olsa da, müharibənin uzun müddətli davam edəcəyini gözləmirdilər. Çünki Trump da, Marco Rubio da, müharibə naziri, belə deyək, Hegseth də öz açıqlamalarında bildirir ki, bir həftə ərzində bu müharibə bitəcək. Artıq 32 gündür ki, 5-ci həftəyə keçir ki, müharibə davam edir. Amerikalılar, sıravi vergi ödəyiciləri öz gündəlik həyatlarında bunu hiss eləməyə başlayırlar və artıq müharibə əleyhinə aksiyalar var. Amerikada da var, İsraildə də var. Hətta Amerika bugün ciddi şəkildə istəyir ki, hər hansı bir razılaşma olsun. Amma bu razılaşma ABŞ-ın müəyyən şərtlərinin reallaşması ilə baş tutsun. Ən azından Hörmüz boğazı açılsın. Artıq bugün İranda hakimiyyət dəyişikliyi, bugün İranın nüvə araşdırmalarının dayandırılması, nə bilim ballistik raketlərin istehsalının dayandırılması ikinci plana keçib əsas Hörmüz boğazının açılmasıdır. Və bunu ya danışıqlar yolu ilə həll etmək lazımdır, ya müharibə yolu ilə. Müharibə davam eləyir. Hörmüz boğazı hələ ki bağlıdır. Danışıqlara Pakistanın vasitəçiliyi ilə cəhdlər olunsa da, İran o qədər maksimalist şərtlər irəli sürüb ki, artıq geri çəkilmək fikrində deyil. Və görünən odur ki, necə ki müharibə hazırlaşmadan, uzun müddətli bir plan, strategiya olmadan başladısa, bir spontan olaraq Donald Trump, belə deyək, Amerika daxilindəki Yahudi lobbisinin dəstəyi ilə, təhriki ilə bu müharibəyə başladısa hazırlıqsız, elə hazırlıqsız da quru əməliyyatlarına başlamaq məcburiyyətində qalacaq. Artıq o on minlərlə elit qüvvələr yaxın şərqə toplanıb, gözlənilir ki, o adalara hücumlarla başlayacaq. Az öncə dediyim kimi, o böyük Tum, kiçik Tum adaları, onlar strateji əhəmiyyətə malikdir, amma quru əməliyyatları heç də hasan olmayacaq. Hətta adaları nəzarətə götürmək mümkün olsa da belə, qan bahasına, uzun müddət nəzarətdə saxlamaq mümkün olmayacaq. Çünki İran tərəfi materik hissəsindən, ana torpağından adalara zərbələr endirəcək və adalar artıq son illərdə ciddi şəkildə hərbiləşdirilib. Orada üzən minalar var sahil boyu və havadan müdafiə sistemləri falan. Bütün bu bariyerləri aşmaq yüzlərlə, hətta minlərlə ABŞ ordusunun itkisinə səbəb olacaq ki, bundan sonra da heç də həyat orada sakit olmayacaq. İran hər cəhdlə o adaları bombalamağa, hücumlar təşkil etməyə davam edəcək. Çünki adalar sanki açar rolunu oynayır. Adalara nəzarəti kim həyata keçirirsə, Hörmüz boğazına nəzarəti o həyata keçirir. Hörmüz boğazına nəzarəti həyata keçirmək isə dünya enerji bazarının %20-si, 1/5-i məhz o boğazdan gəlib. Əhməd müəllim, bu məqamda bir məsələni də soruşmaq istəyirəm sizdən. Deməli, Amerika Birləşmiş Ştatları İrana razılaşmanın əldə olunması ilə bağlı aprelin 6-sına qədər vaxt veribdi. Açıq şəkildə də bildirib ki, əgər razılaşma baş tutmasa zərbələr endiriləcək müəyyən hədəflərə. Ümumiyyətlə 6-sına qədər müəyyən bir vaxt var, 6 gün var, belə deyək, 7 gün var. Ümumiyyətlə proqnozlarınız nədir bununla bağlı? Ümumiyyətlə Donald Trump'ın 15 maddəli şərti var. Bu şərtlər çox maksimalistdir. İran birmənalı şəkildə nüvə araşdırılmasını, o belə deyək, atom bombası istehsalı, uranın zənginləşdirilməsini dayandırmalıdır. Zənginləşdirilmiş uran var, təqribən 460 kilodur, səhv eləmirəmsə, onu Beynəlxalq Atom Enerjisi Agentliyinə təqdim eləməlidir. Həmin o nüvə, uranın zənginləşdirilməsi sənayesi, o sahələr şəffaf olmalıdır, açıq olmalıdır. 1000 kilometrdən artıq hədəfləri vura biləcək ballistik raket istehsalı dayandırılmalıdır. Yaxın şərqdəki proksi qüvvələr var, Yəməndə Husilər, Hizbullah, Həmas, İraqdakı milis qüvvələr, militanlar, onların dəstəklənməsi dayanmalıdır. Ümumiyyətlə, İsrailə təhdid yaradan bütün əməllərdən çəkinməlidir, Hörmüz boğazı açılmalıdır. Bu, çox maksimalist şərtlərdir ki, Tehran bunu əsla və əsla qəbul eləməz. Bu, Tehran özünün suverenliyinə, müstəqilliyinə bir təhdiddir və Tehranın irəli sürdüyü şərtlərə baxsaq, Tehran birmənalı şəkildə garantiya istəyir, təminat istəyir ki, İsrail və ABŞ heç bir halda bir daha İrana hücum etməyəcək. İran bundan sonra indiyə qədər üzləşdiyi sanksiyalardan qurtulacaq. İranın dondurulmuş vəsaitləri var, milyardlarla dollar, onlar geri qaytarılacaq. Bu kimi şərtlər təbii ki, ABŞ tərəfindən qəbul olunmur, amma diplomatiyada belə bir gediş var. Hər iki tərəf maksimalist şərtlər irəli sürməklə danışıqlarda müəyyən güzəştlərə gedib, heç olmasa minimum istəklər
gələcəklərini təmin edə bilsinlər. Belə olan mərhələdə hərçənd ki, dəfələrlə Donald Trump bəyan eləyib ki, artıq İranla razılaşma var. İran tərəfindən zəng edirlər, yalvarırlar, belə bir sarkazmlı ifadələr işlədir. Amma İran daxilində də ikili bir hakimiyyət var. Bugün Sepah ciddi şəkildə ölkədə nəzarəti həyata keçirib. Siyasi hakimiyyəti, belə deyək, prezident Pezeşkiyan olsun, ali dini lider, xarici İşlər naziri, parlament sədri, onlar müəyyən qədər danışıqlara meyilli qüvvələrdir. Hətta təsadüfi deyək ki, Pakistan tərəfi ABŞ-dan xahiş eləyib ki, heç olmasa xarici İşlər naziri Arakçi və İran parlamentinin sədri zərərsizləşdirilməsin, yəni öldürülməsin. O şəxslər də öldürülərsə, artıq İranda danışılacaq bir şəxs yoxdur və Sepah da artıq bir-bir rəhbərlərini itirsə də, amma yenə bir gizli bir əl var. Sanki Sepah fəaliyyətini davam elətdirir və Sepah bir mənalı şəkildə heç bir danışıqlara getmir və onlar sanki bir müqəddəs müharibə, cihad formasında ABŞ-a, İsrailə qarşı müharibəni davam etdirəcəyini bildirirlər. Amma ötən gün belə bir qeyri-rəsmi məlumat da yayıldı ki, hətta prezident Pezeşkiyan istefa vermək istəyir, bildirir ki, ABŞ-la qısa bir müddətdə danışıqlar aparmaq lazımdır, yoxsa 3 həftə ərzində İran iqtisadiyyatı çökəcək və bunu xəbər tutan Sepah artıq bir mənalı şəkildə Pezeşkiyanı izolyasiya eləyib, onun heç bir səlahiyyətləri qalmayıb. Ölkə tam şəkildə silahlı qüvvələrin, yəni Sepah komandanlığının əlindədir. Belə olan halda təbii ki, aprelin 6-sına qədər verilən vaxtda özünü doğrultmayacaq, heç bir şey baş verməyəcək ki, bundan sonra Donald Trump məcburdur ki, quru əməliyyatlarına başlasın. Hərçənd hər gün demək olar ki, onlarla İranda hədəflər vurulur. Ötən gün təqribən 149-150 hədəf vurulub, amma 32 gündür ki, bu havadan hücumlar var, hədəflər vurulur, amma İran ayaqdadır, yəni İran müqavimət göstərir, yenə də İsrailə qarşı raketlər atılır, yenə Körfəzdə ABŞ maraq dairəsində olan hərbi bazalarına artıq hərbi bazalarda boşalıb, amma otellərdə, mülki evlərdə gizlənən ABŞ hərbçilərinə hücumlar olur. Bugün Birləşmiş Ərəb Əmirliklərinin neft sənayesinə hücumlar var. Artıq o miflərdə bizim gördüyümüz Dubay, Abu Dhabi o qədər də cəlb edici deyil, turistlər yoxdur. Hər dəqiqə milyonlarla dollar itirir Birləşmiş Ərəb Əmirlikləri. Artıq çıxılmaz bir vəziyyətdir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində də əgər konkret olaraq bir ay ərzində belə deyək, İran tam şəkildə məğlub olmasa, Körfəz ölkələri artıq məcburdur yeni İranla, yeni şərtlərdə razılaşsın. Çünki İran ayaqda qaldıqca Körfəz ölkələri milyardlarla dollar itirir. Hətta məcbur olub yeni bir koalisiya qurmaq məcburiyyətindədirlər. Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının birləşdiyi bir müdafiə koalisiyası var ki, bu artıq İslam dünyasının belə deyək, yeni NATO-su adlandırılır. Çox ciddi ölkələrdir, dünyanın ən böyük müsəlman ölkəsi və nüvə silahına sahib ölkəsi olan Pakistan, dünyanın ən böyük neft ehtiyatlarına sahib olan Səudiyyə Ərəbistanı, yaxın şərqdə önəmli bir oyunçu olan Misir və dünyanın ən quru qoşunlarına sahib və NATO'nun ikinci güclü ölkəsi Türkiyə elm, texnologiya sahəsində inkişaf eləmiş. Bu 4 ölkənin belə deyək, başlanğıc qoyduğu bir koalisiya ciddi bir siqnaldır. Bu elə ABŞ üçün də, İsrail üçün də ciddi bir siqnaldır ki, bu ABŞ Körfəz ölkələrinə verdiyi o təminatı yerinə yetirmədikcə alternativ güclər ortaya çıxacaq. Bu labüddür. ABŞ artıq çox çətin vəziyyətdədir. Bir tərəfdən İran müharibəsini yekunlaşdıra bilmir, İranı məğlub edə bilmir. Digər tərəfdən təkcə Körfəz bölgəsində deyil, bütün dünyada imici sarsılır. Artıq heç kim ABŞ-a pul ödəyib onun təhlükəsizliyini təmin etmək üçün Vaşinqtona xahiş etmir. Alternativ güc mənbələri yaranır və ya alternativ güc mənbələrinə müraciətlər olacaq bilər. Rusiya olsun, Çin olsun. Görünən odur ki, ABŞ üçün ciddi şəkildə bir sınaq var. Donald Trump bir tərəfdən aralıq seçkilərinə gedir. Bu onun bir prezident olaraq, respublikaçıların lideri olaraq imici deməkdir, seçicilərini itirir. Digər tərəfdən artıq anti-Trump mitinqləri ABŞ-da geniş vüsət alır və ortada da yarımçıq bir iş qalıb. İran müharibəsini bitirmək lazımdır. Danışıqlar yolu ilə İran
razılığa gəlmir. Güc yolu ilə isə yeganə variant quru əməliyyatlardır ki, bu yüzlərlə, minlərlə ABŞ əskərinin ölümü deməkdir. Təsəvvür edin, 7-8 ABŞ əskərinin tabutu Amerikaya daxil olub, artıq Amerikada belə bir fikir formalaşıb ki, biz nəyə görə bu müharibəyə başladıq, İsrailə görə, nəyə görə ABŞ əskərləri ölməlidir və quru əməliyyatlarında bu yüzlərlə əskər tabutu deməkdir və qəribəsi də odur ki, İsrail bildirir ki, biz quru əməliyyatlarında birbaşa iştirak etməyəcəyik, havadan dəstək göstərə bilərik. Yəni, Donald Trump çox çətin vəziyyətdədir. İran heç də gözlənildiyi kimi zəif bənd deyil, müqavimət göstərir və müharibənin də miqyası getdikcə genişlənir. Tək ABŞ-a və İsrailə deyil, bütün körfəz ölkələrinə, bölgə ölkələrinə ciddi ziyan vurur. Aydındır. Çox sağ olun, təşəkkür edirəm fikirləriniz üçün. Qeyd edək ki, Yaxın Şərqdə baş verən məsələləri müzakirə etdik. Müsahibimiz isə siyasi şərhçi Əhməd Şahidov idi. Bununla da Orta Gün bugünlük işini yekunlaşdırdı. Sabah yenidən görüşəcəyik.